Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiren tayyiben mübarekan fihi. Allahümme salli ve sellim ve barik ala abdike ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in əmmə ba'd. Deməli, əziz qardaşlar, mühüm, vacib bilinəsi mövzulardan yaxud məsələlərdən biri də mömin daima bilməlidir ki, iblis, şeytan onun düşmənidir. Və bunu bizə Allah subhanahu və teala Quranda açıq aydın xəbər verib. Heç kim deməyib bizə ki, sən özünə iblisi özünə düşmən tut. Bunu bizə Allah xəbər verib Quranda. İnnə şeytana ləkum əduvun. Şeytan sizin düşməninizdir. Fəttəxizuhu əduvva. Onu özünüzə düşmən tutun. Digər ayədə və la təttəbi'u xutuvati şeytan. Şeytanın addımlarının ardınca getməyin. İnnəhu ləkum əduvun mubin. O sizin açıq aydın düşməninizdir. Düzdür? Deməli, şeytanın bizim düşmənimiz olmasını Allah subhanahu wa ta'ala xəbər verib. Allahın rəhmətindəndir ki, həmçinin onun azdırma yollarını da xəbər verib. Yəni, Allah subhanahu wa ta'ala bildirəndən sonraki düşməndir, o necə azdırır, hansı yollarla, onu da xəbər verib. Bu, Allahın rəhmətidir bizə. Allaha nə söz verib, nə vəd verib, nə eləyəcək insanlarla, onu da xəbər verib. Ki, biz tədbir görək. Yəni, üstü örtülü saxlamayıb Allah subhanahu wa ta'ala. Ya Rabbi, bilmirdim düşmənimdir. Azdırdı, mən nə bilim düşməndir, bəlkə düz deyirdi filan, bu kimi şeylər sən deyə bilməyəcəksən qiyamət günü. Allahın rəhmətidir. Yollarını da deyib. İndi bir ayə deyəcəm, o ayə diqqətlə qulaq asın. Allah subhanahu wa ta'ala deyir, iblisin sözündən. Deyir, لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمِ. Sənin müstaqim yolun yoxdur, sırat müstaqim. Onun üzərində oturacam. لَأَقْعُدَنَّ qa'ada oturmaqdır. Cələsə mənasındadır. Burada oturacam deyəndə iblis nə demək istəyib? Yəni, mülazim olacam. Hey var gücümlə çalışacam ki, azdırım. Oturmaq budur. Ləəq'udənnə oturacam. Harda? Alə sıratəkəl mustaqim. Sənin sırat mustaqimin üzərində. Burada fikir ver. Çox önəmli bir fayda var. İmam İbn Qayyim rahimehullah İğathətül Ləhfən kitabında deyir. Demədi, konkret bir əməl üzərində oturacam ki, bunu etməsinlər, yaxud bunu etsinlər. Dedi ki, sıratəkəl mustaqim. Sırat mustaqim o deməkdir ki, konkret bir əməl yox. Bütün salih əməllərdən gedir söhbət. Yəni, mane olacam bütün salih əməllərə ki, onu etməsinlər. Nə ki, itaətdir, Allahın sırat mustaqim yoludur, onun üzərində oturacam. 1, 2, 3 əməldən gedmir söhbət. Bu da faydadır. Sonra deyir ki, Allah subhanahu wa ta'ala növbəti ayədə Summa iblis deyir. Ləətiyənnəhum min beyni əydihim. Sonra onların qarşılarından gələcəm. Dörd tərəf var axı. Düzdür? Birinci deyir qarşılarından. Min beyni əydihim. Burada iblis Adəm övladının qarşısından gələcəm deyəndə nəyi demək istəyib? Hardan? O qarşıdan gələndə neyinir ki? Qarşıdan o mənada ki, dünya tərəfdən. Oturacam, vəsvəsə eləyəcəm, yayındıracam, ən birinci qarşılarından gələcəm. Dünya tərəfdən azdıracam. Çünki insan dünyaya meyillidir axı. Azdırmaq asandır. Ən birinci bunu dedi. Qarşısından, onların qarşısından gələcəm.
Dünya tərəfdən nə deməkdir azdıracam? Dünyanı onlara gözəl göstərəcəm, sevdirəcəm ki, onun üçün çalışsınlar, onun üçün tədbir görsünlər və hey buranı tutub yaşayacaq kimi yaşasınlar. Bura aid vədlər verdi. Mədihdir, sənadır, hər bir şey burada olanları bilsinlər. İndi sən denən qardaşım, nail olub yoxsa yox? Vallahi nail olub əx. Nə qədər insan, əksər insanlar, hərdən bəzi insanlar var ki, o qədər dünyanı sevir ki, hərdən elə bilir ki, ölməyəcək. Şeytan hardan gəlib? Min beyni əydihim qarşılarından azdırıb. Ona görə ən birinci tərəf, Allah razı olsun, ən birinci tərəf hansıdır? Qarşılarından, öndən. Ön yəni dünya. Sonra deyir ki, وَمِنْ خَلْفِهِمْ Xalf, arxa. Sonra deyir, iblis deyir. Allah iblisin sözünü xəbər verib. وَمِنْ خَلْفِهِمْ Arxalarından. Arxalarından deyəndə alimlər deyirlər ki, İmam İbn Qeym Rahiməhullah İğasətül Ləfən kitabında gətirib bunları hamısını. Deyir ki, arxalarından yəni əsərlər var sahabələrdən. Axirət tərəfdən yaxınlaşacam. İndi burada sual çıxır. İblis axirət tərəfdən yaxınlaşır. Necə azdıra bilər ki, insanı axirət tərəfdən? Axirət diyarını barəsində şəkkə salsın. Yoxdur. Boş şeydir. İnanmayın. Nə var buradadır? Və min xalfihim arxalarından arxa tərəfdən yaxınlaşacam. Axirət diyarı barəsində şəkkə salacam. Vallahi bir çox insanlar hamısı şeytanın bu yolunun təlqininin dalınca gediblər, tabi olublar. Nə qədər insanlar axirətə şəkk eləyir? Üzü o tərəfə getdikcə ümumiyyətlə şəkk artır. Müsəlmanların içərisində şəkkə düşənlər var, axirət barəsində. Və min xalfihim. Yəni, az qalıb əksər insanları danışdırırsan, nə var buradadır, deyir. Nə var buradadır? Cənnət boş şeydir, cəhənnəm boş şeydir, qəbir əzabı, qəbir nə danışırsınız, nağıl danışırsınız, deyir. Niyə şeytan vəd verib? Və, qardaşım, səni sevindirməlidir ki, əslində, Allah subhanahu wa ta'ala xəbəri haqdır. Belə insanları görəndə. Yox, sən sevinməlisən əslində. Öz yerini tapıb, dəlildir, əhsən. Əslində, mömin, düzgün baxışı olan, fəhmi olan insan belə şeylər görəndə, baxır ki, qardaş, mən niyə təəccüblənirəm ki? Xəbər doğru çıxıb əslində. O Quranilər yoxdur, bu misal olaraq deyirəm, Quranla kifayətlənən hədis boş şeydir. Vallahi şeyxlərdən biri danışır, alimlər deyirlər ki, müsəlmanın yəqinliyi artır, deyir, belə insanlar görəndə. Niyə? Allahın Rəsulü 14 il qabaq, 1400 il qabaq xəbər verib ki, belə insanlar törənəcək ki, Quran bizə bəsdir deyəcəklər. O vaxtda yox idi, bugünə qədər olmayıb, indi var, tapıb yerini hədis. Hədis yerini tapıb. İndi bu, və min xalfihim, axirət tərəfdən yaxınlaşacam onlara, deyiblər ki, arxadan yaxınlaşacam, deyiblər ki, axirətdir. Axirət diyarı barəsində şəkkə salacaq. Nə ki, axirətlə bağlıdır, şübhəyə salacam, deyir. Və baxırsan ki, şeytan bu vədinə, bu sözünə, Allaha verdiyi sözə nail olub. Və an, davam edir ayə, əymənihim və an şəmailihim. Dayanmır. Qabaq, arxa dedi və sağlarından yaxınlaşacam, sağ tərəfdən yaxınlaşacam onlara. İndi burada sağ-sol hansıdır? Sağ və sol. Sağ və sol. Sağ, alimlər deyirlər ki, iblis deyəndə ki, sağ tərəfdən yaxınlaşacam. Həsənət. Yaxşı əməllər. İndi burada sual çıxır. Yaxşı əməllər tərəfdən iblis insanı necə yaxınlaşıb azdıra bilər ki, söz verib? Qardaşım, salih əməllər etmək istəmirsən, sabah edərsən, deyir. Səni ləngidir. Salih əməl mövzusunda azdırır səni. Və an əymənihim. Cürbəcür şeylər çıxardır ortalığa. Təxirə sal. Yuxarıdan fəzilətli əməli o birisindən dəyişdirir səni. Həsənətlər tərəfdən bu cür yaxınlaşır sənə. Sabah edərsən, deyir. Qardaşım,
40 yaşın var, sağlamsan, nə problemdir, sonra edərsən. Həsənətlər tərəfdən bu cür yaxınlaşır insana. Ki, yaxud bezdirsin səni. Deyir, yorulmusan, ləngitmək istəyir səni ki, eləməyəsən. Və şeytanın da, şeytan belə şeylərin alimidir. Adəm övladını elə şeylərdən yoldan çıxardır ki, elə Adəm övladından, elə insanları yoldan çıxardır ki, sən ümumiyyətlə eşitsən, bəlkə o deyirləri, şoka düşərsən. Ki, yəni iblis buna qadirdir, yəni bu kimi şeylərlə allatmağa qadirdir, yəni insanı. Nə qədər insanlar var ki, salih əməllər. Mən hər dəfə deyirəm, misal çəkəndə, nə qədər insanlar var, məsələn, ümrə ziyarətinə, həcc ziyarətinə gedməyiblər, birdən, kasıblayaram. Evdə 3 dənə uşağım var. Qardaş, evdə 3 dənə uşaq vaxtıdır. Gəlib fikir. Elə bil acından öləcək getsə həccə. Həccin pulunu o 100 yerə xərcləyib. Burada gəlməyib. Salih əməldə gəldi yoxsa yox? Yəni, o başqa mübah şeylər ki, yoxdur, sərfiyyat yoxdur. Həccin pulu misal üçün. İstirahət olsa gəlməyəcək o şey. Başqa şeylə gəlməyəcək o şey. Haramla gəlməyəcək o şey. Salih əməllərdə və an eymənihim gəlib şeytan. Həsənətlərdə. Başa sala bildim? Bu şeytanın yaxşı əməllərdə insana verdiyi vəsvəsədir. Hətta vallahi alimlər deyirlər ki, hərdən şeytan bu cürlə bir yolla gəlir, yaxınlaşır insana. O insanın imanının dərəcəsinə uyğun azdırır. İnsanın imanının dərəcəsinə, mərtəbəsinə uyğun azdırır. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allaha soruşurlar ki, ən sevimli əməl hansıdır? Deyir ki, vaxtında qılınan namaz. Sən, məsələn, zöhr saat 1-dədir, hesab eləyək. 1-də vaxtında, həmin gün, vaxtında qıldığın zöhr namazı kimi Allaha sevimli əməl edə bilməyəcəksən, yoxdur. Yoxdur, axtarma. Ən sevimli əməldir, yox. İndi şeytan bilir axı bunu. Bilir. O istəmirsən Allah səni sevsin. Yox. O, indi orada söhbət hansıdır? 2-də qılsan bu fəziləti götürürsən yoxsa yox? Necə vaxtında qılmırsan axı? Əsr girməyib elə. Götürmürsən, qardaş. Götürürsən yoxsa yox? 2 fəzilət var. Namaz qılmanın fəziləti, vaxtında qılmanın fəziləti. Allahın, giriş vaxtı, Allahın ən sevimli əməl vaxtında qılanda yoxsa namazı qılanda? Vaxtında qılanda. Deməli, sən 1-də girən vaxtı keçirtsən, əməli qılmasan, namaz qılmış sayılır, zöhrə qıldın, boynundan qalxdı zimmət olaraq. Amma ora girə bilmədin. Yox, şeytan da bilir bunu. Gəlir ki, 2-ni yarısı qıl, problem yoxdur. Bəzilərini mübah şeylərlə alladır və kinonun axırıda qutarır. Nə bilim, idman məşq edir, nə bilim, uşağı falan, dükana düşüm gəlim, mübah şeylərlə. Bəzi salihləri, alimlər deyirlər bunu, bəzi salihləri salih əməllə alladır. Quran oxu. Quran oxuyurdu, qutar, yekunlaşdır. Məsələn, Əl-İmran surəsi çoxdur, Məidə surəsi düzdür. Girib də namazın vaxtı qılarsan. O, vaxtdan keçirtsin səni. Niyə? Çünki bunu mübahla aldada bir dərəcə var axı insanın. Mənim qardaşım, adam var ki, o namazın vaxtında belə şeylərlə məşğul olmur heç vaxt. Ritq olar ki, olmur. Özünə otuzdurub artıq, Allah rəhmətlidir ona. Yox, salih əməlini allada bilir. Əl-mühim, nə ilə salladır? Yox, indi və an əymənihim deyəndə salih əməllərdir. Sonra deyir, və an şəmailihim, sol tərəfdən yaxınlaşacam. Sol tərəf burada günahlardır. Mən onlara sol tərəfdən yaxınlaşacam, günahları onlara sevdirəcəm, şirin göstərəcəm ki, qaçsınlar arxasınca, dad qoyacam orada, şirinlik. Və onları Allahın rəhmətinlə aldadacam, o günah etsinlər deyə. O nə qədər günah edən insanlar var ki, Allah rəhmlidir deyə edirlər. Bu şeytan nə idi? Və an şəmailihim. Oradan gəlib. Ona görə sən belə insanlar görəndə, vallahi deyirsən, şeytan toruna düşüb, subhanallah, o vəd vermişdi Allaha. Nə qədər insanlar var, deyir ki, qardaşım, o böyüklükdə rəhmət sahibi, bu günah eləyir. Şeytandır, şeytan toruna düşüb. Yaxud, bəzi günahlar var ki, onun xüsusi dadı var. Və o dadı dadmaq üçün şeytan sənə elə bil ki,
həvəsləndirir, rəğbətləndirir, gözəlləşdirir. Günahlar tərəfdən gələcən başa düşüldü. O çox önəmlidir. Ona görə bir çox insanları günahlar tərəfindən azdırıb, ən dəhşətlisi də onlar günaha düşəndən sonra ümidlərini üzüblər. Ən pisi budur. Çünki günaha düşmək başqa şeydir. Düşəndən sonra ümidsiz qalmaq, kitabın bağlandı demək. Bu yoxdur artıq, qutardı insan. Allah uzaq eləsin, kafirlərin, xəsarətə düşənlərin əməlidir, fikridir, zənnidir Allah haqqında. Və şeytan da ona aparır, tədricən. Çünki heç bir günah edən mömin, heç bir günah edən müsəlman bir günahdan, iki günahdan, üç günahdan sonra bu zənnə düşə bilməz, heç vaxtı. Nə vaxt düşür? Ona görə İmam İbn Qayyim rahimehullah deyir ki, günahın ən bir fəsadlarından, zərərindən, ziyanından biri günah özündən sonra günah doğdurur. Doğdurur bilsin nədir? İçmədin, günahdır, düzdür. Biri yanındadır. Sən deyirsən ki, budur. Biri yanındadır. Bu, o yanındadır. Bu, o yanındadır. Günah doğdurur. Və alimlər deyirlər ki, bədbəxt o insandır ki, elə günahlar var ki, onun içərisində fəvahişlər doludur. Bir günahdır, törənib içində. Nə deməkdir bu söz? Vallahi elə günahlar var ki, birdir və salam, yanında heç nə yoxdur. Yan yörəsi təmizdir. Elə bunu elədim bəs salam. Elə günah var ki, səni sövq edir ki, yalan da danışasan bir hələm. Sövq edir ki, bir qeybət də eləyəsən. Sövq edir ki, bir gedib oğurluq da eləyəsən hələm. Məsələn, misal olaraq kim deyə bilər? Qumar. Qumar uduzan insanlar ki, yoxdur. Onlar üçün hər dəfə deyirəm, müqəddəs qalmır heç nə. Bütün günahlara elə bir baş vurub çıxıblar. Qardaş, nə səbəb qumardır? Vəssalam. Yalan danışıram. Alladıb alıram pul. Sən verməyəcəksən mənə. Falan, say, nə qədər qeybət eləyərəm, hər şey eləyərəm. Kimisə hər şey eləyir. Səbəb? Aparıb çatdırmaq üçün ora. Bu kök qumardır. İnsan o xislətin yiyəsi deyil. Qumar eləyib onun yiyəsi. İçki misal üçün. Əhsən, içki. Kim dedi içki? İçki. İçki elə bilsə bir günahla yekunlaşır. Nə qədər içkisi adam öldürənlər olub. O bunun yanındadır, dayanıb, hazırdır. Kimisə namusuna toxunmaq, iffətinə toxunmaq. Bu bunun yanında, bu hazırdır. Günah da var ki, özü divinə. Yan yörəsində heç nə yoxdur. Ona görə xoşbəxt o insandır ki, bundan uzaqdır heç olmasa. Əl-mühim, İmam İbn Qayyim rahimehullah danışanda deyir ki, doğdurur. Və biri var 10-15 günahdan sonra qaydasan. Gücün var sənin, taqətin. Bir də var ki, bulaşmısan artıq. Burğan içindəsən. O çıxa bilmirsən. Biri var insanın 5 manat, 10 manat borcu olur. Elə də fikri, dərdi 5 manat. Bir də var ki, o qədər adama verəcəyi var ki, boğulub, burğandadır. Başını itirib, bilmir. O qayda bilmir artıq orada. Ya intihar eləyir, az olub, hə? O qədər intihar eləyənlər var ki, ya filan. O 2 dənə, 3 dənədən olmur bu. Günah da elədir. İnsan subhanallah o qədər yığılandan sonra belə bir aqibəti var günahın, zərəri. Nədir? Əlvi üz. Sondur. Allahın rəhməti, şeytan gəlir. Allahın rəhməti sənə çatan deyil. 1 il olar, 2 il olar, bu qədər olmaz. Yəni, allatmalar, vəhdlər də şeytan təlqin edir bu kimi şeylər də. Əl-mühim və ən şəmailihim sol tərəfdən deyəndə günahlar qapısını demək istəyir. Sonra ayə necə yekunlaşır? Və lə təcidu əksərəhum şəkirin. Sən onların çoxunu şükür edən görməyəcəksən. Burada nə başa düşülür? Niyə demədi sən onların çoxunu səbr edən, sən onların çoxunu namaz qılan, sən onların çoxunu oruç tutan, deyə bilərdi də, sən onların çoxunu şükür edən görməyəcəksən. Bizə yüngül gəlir şükür, amma iblis qorxur.
şükür edən bəndədən zərbə vurursan ona sən. Şükür edən bəndə iblis üçün ağırdır. Ona yaxınlaşmaq. Şəkir insan üçün. Ona görə deyirsən, onların əksəriyyətini şükür edən görməyir. Deməli, şükür edən olsalar, yəni əksəriyyəti nankor olacaqdır, onu demək istəyir də. Sən onların əksəriyyətini nankor görəcəksən, nemətə şükür etməyən. Yəni, bir sifətdir, yəni. Deməli, əksi də şükür. Ona görə İmam İbn Qayyim deyir ki, din iki şeyin üzərində bina olub, şəriət. Şukur, nısf, bir yarısı şükürdür, bir yarısı səbirdir. Yəni, bunun üstə dayanıb din. Ona görə Mutarrif İbn Abdullah böyük zahid tabinlərdən olub. Şixir Rahiməhullah, Mutarrif İbn Abdullah deyir ki, mənim üçün Allahın məni afiyət içində, nemət içində edib ona şükür etməyim, bəlaya düçar olub səbr etməyinə daha sevimlidir. Demək istəyir ki, şükür ibadəti səbr ibadətinə daha üstündür. Ona görə Musnədin, İmam Əhmədin Musnədində keçən uzun hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan bir çox şey istəyir. Onlardan biri Rabbi cealni ləkə şəkkaran. Rabbi cealni, Allahın Rəsulu, Rabbi cealni ləkə şəkkaran. Ey Rəbbim, məni özünə şükür edən et. İstəyir xüsusi olaraq. Və in təşkuru yardahu ləkum deyir Allah. Şükür etsə razı qalar. Qardaşım, bir əməldən sonra ki Allah razı qalar deyilirsə, o yüngül ola bilər? Yüngül ola bilməz qardaşım. Allahın rizası dayanır. Hani şükür, qardaş, şükür. Mən keçən dəfə qardaş yanındaydı. Danışırdım. Fayda olaraq deyirəm bunu. Hidayət neməti yoxdur. Nemət yoxsa yox? Ən yuxarısıdır da. Nemətin ən əzəmətli, birinci dayanan odur. Bütün nə nemət varsa hamısı altında dayanır. İman. Və bu iman yoxdur, hidayət. Bu şeydən deyil. Yəni, cüzi də olsa payın yoxdur sənin. Nə mənada? Oxudu, getdi, gəldi, gəzdi, bu akademi, bu yox, 100% paydır, hədiyyət Allahdan. Qram sənlik bir şey yoxdur orada. Yox. O bəxşişdir də verilib sənə. Vahhab olan Allah qəlbimə salıb. Qardaşım, görməkdir zat var. Mən görsəydim Peyğəmbər, Əbu Cəhəl oradaydı, Əbu Ləhəb oradaydı, yanında eşidirlər. O deyil yəni söhbət. Qardaşım, o deyil. Bu, əzbərləyin, hidayət neməti birbaşa hədiyyəsidir Allahın. Sənni qram deçinə yoxdur. Amma ən böyüyü, ne deyir ən böyüyü? Çünki öləndən sonra aqibəti həll edir, cənnət, cəhənnəm. Var cənnət, yox cəhənnəmsə. Yox, əxi. İndi burada söhbət var. Allah subhanahu wa ta'ala xəbər verib ki, şükür neməti artırır, nankörlük azaldır. Bu nemət də verib Allah. Şükürünü etsəm, Allah daha yaxşısını bəxş eləyəcək. Nemət ya qalır, stabil, ya artır, ya azalır, ya yoxa çıxır. Belə deyim, şükürlə ya qalır, ütmür də, şükür edirəm, əlhamdülillah, Allah verib. Övladım var, şükür edirəm Allaha. Ya artır o nemətlər. Yox, nankörlük ya azalır, ya da yox olur. Yəni azalır, nəticədə yox olur. İndi bu hidayət danışmırıq. Allah təala verib hədiyyə, bəxş edib, ən böyük nemətdir. İndi burada sual çıxır. Mən keçən qardaşlardan soruşdum. Bu hidayət neməti şükrünü etməmək nə deməkdir ki? Mən hardan bilim ki? Bəlkə mən də eləmirəm şükrünü. Qorxmalısan da, axı deməli buna qarşı da nankörlük eləmək olur. Buna qarşı nankörlük Allah təala verib, pis şeylər istifadə edirəm. Nankörlük edirəm, alına bilər. Bildin, bunlar hamısı mənə çatdı. Nemətə qarşı nankörlük necədir mənə çatır. Amma hidayət nemətinə qarşı mən necə nankörlük, bəlkə mən də nanköram. Axı bu alına bilər. Az insanlardan alınıb. Allah təala vermişdi. Bu qədər yoxdur, alındı. Alınmaq üçün orada nankörlük olmalıdır. Naşükürlük. Bir çox nə gəlir ağlıva? İnsan necə nankör ola bilər ki, hidayət nemətinə? Alimlər
Alimlər deyirlər ki, bir çox səbəblər deyiblər, ikisi mühümdür. Ən böyük ikidir. Bir, hidayət olunandan sonra keçmiş həyat üçün darıxmaq. Vəssalam, hazır ol. Nəyə hazır ol? Alınmasının gözdə. Elə bir ki, Allah Taala sən oyadı. Milyonlar insana vermədiyi şey sənə seçib verib. Gözün oradadır. Baxırsan oraya, arxaya da, yəni o krok, o həyat. Gözün bir ucundan oradasan. Bunu sən kiməsə izhar etdirmirsən. Yo, içəridə bilir Allah. Görsə, xəbər tutsa, Allah tutsa, bu ən böyük nankorluqdur axı. Oxşuyur ən böyük nankorluğa. Pis nankorluqdur da, hə? Yəni, Allah Taala, sən bir dənə fikirləş axı, vallahi, nə qədər insanlar pulu, varı, şöhrət atsan, özünə Allah Taala verməyib axı. Və sən bir dağın dibində, hardasa falan yerdə, sən heç bir dəxlisiz adam, misal üçün, yaşayırdın burada, Allah Taala verdi, söçdü, mən onu əyilirəm. Və görür ki, mənim bir gözüm oradadır, yəni. Pisdir. Xüsusən də o insanlar əziyyət çəkir ki, onlar 30-dan, 40-dan sonra gəliblər. Adamlar deyir, vallahi 10 yaşım üçün hara darıxım? 10 yaşında insan nə günah elə bilər? Amma insan var günahın dadı üçün darıxır. Var, görüb, girmək üçün darıxır. Fərqi hiss elə bildiniz yoxsa yox? Mən misal üçün dadmamışam, amma dadmaq istəyirəm. Hamı deyir, hamı əylənir, hamı falan. İşte mən bir şey deyim, indi Allah uzaq eləsin, Allah qorusun hamımızı. Qardaşlarımızdan biri oturmuşuq, elə də elmdən sahib deyil. Deyir ki, Allah deyir, bir də bu arağı haram etməsəydi deyir, hər şey əlaydı deyir. Niyə deyir onu? Dadıb, yox. O dadıb, onun ləzzətini alıb, yaşayıb, o həyat, bir də bu hər şey əla. O biz haramlara bir şey demirəm, yəni aydın bir də bu içki, darıxır içki üçün. Biri mahnı üçün darıxır, biri nə bilim, adi məsələn, nərd oynamaq üçün darıxır. Nərd oynayırdım da, gül kimi yaxşı oynayan, misal üçün, elə olur da, günahlı. Bu dadandan sonra, bir də dadmayıb, yazıq eşidib. 10 yaşına qədər nə dadmırsan, hidayət olub, girmək üçün darıxır. Bu çox təhlükədir. Hidayət neymətini, mənlə yadda saxlayayım, vallahi, demək olar ki, olmur, yəni, Allah subhanahu wa ta'ala hikmət sahibidir. Bu olmasa, sən İslamla ölürsən. Vəssalam. Bu olmasın, tək bu olmasın, yəni. Amma bu olsa, hazır ol. Haçansa. Burada bir dənə fərq var. Gəlir, gedir. Bu yox. Ona sən sahib çıxanmırsan ona. O gəlib gedən hisslər ki var, ora üçün. Var, gəlir, razılaşmıram, boğuram, Allah, əstəğfurullah, əuzu billah. Gəlir, səndən asıl olmadan gəlir. Var, gətizizdirirəm. Belə asla şeylər, kimi alladırsan? Yox, o olmaz. İkincisi, buna yüngüldür. Amma bu da təsir eləyir getməsinə. Təsir eləyir, hansıdır bu? O gün 24 saatdır da, Allah subhanahu wa ta'ala hər saatın üzərinə ibadətlər qoyub yoxsa yox? Tərtib edib də, səhər oyanlı sübh namazı, zikirlərdir, duha, hər saatın üzərində səhər-axşam zikirləri, ümumiyyətlə ibadət gələn vaxtlar yoxdur. O vaxtlara biganə yanaşmaq. Məsələn, azan verilir, söhbət eləyirsən. Söhbət eləyirsən, qutardı, hər şey. Azan iqamə arası, namazı lazımdır, çay içirəm. O vaxtın üzərinə qoyulan ibadət ki var, sən onu belə rahatlıqla iptal eləyirsən, yəni. Bu qədrini bilməməkdir, vallahi, axı, o ibadəti. Qədrini də bilməyən də, sən elə layiq deyilsən, alınsa yaxşı səndən. Tutdun harada da, axı?
Ha, bu çox önəmlidir. İndi bu bir dəfə ilə olmur da. 1, 2, 3 dəfə ilə, 10 dəfə ilə. Ha, illərdir biganəsən sən. Ha, elə bir ki, Allah Taala verib sənə, istəyir qədrini biləsən onun. İstəyir ki, sən ləzzət alasan ondan. Şükür o da axı. Amma sən elə bir yükdür üstündə də fərzi. Ha, qardaş, yox, alınacaq sabah səndən. Alınacaq sabah səndən. Ona görə o İslamdan çıxanlar var, görürük indi. Onlar dadmayıb çıxıblar, görməyib çıxıblar. Onlar yaşamayıblar yəni. O adla, o bir adam ki, məsələn, girir İslama bax bu cür. O qədər olub qarşıma çıxıb, bir də hadisə danışırsın. Ha, müsəlman oldu. Ne kadar hadisə ilə müsəlman olmur adam yəni. Zəif, düzdür, ola bilir, təsir eləyib hadisə. Amma iman kök salmalıdır. Kök. O kök salan iman var, bir insanın ki, qəlbində hidayət neməti kök salıb, o hidayəti şirinliyini dadıb, vallahi getsə də fırlanıb qayıdır. Amma salmayan var, gedir, qayıtmır o. Çünki qayıtmaq, bu görməyib bax onu. O yaşamayıb, hara qayıtsın? Gedir, bir dəfəli gedir, vəssalam. Amma o kök salan adam şey, o səcdənin, o rukunun, o azanın, o təravih namazlarının, hamısı şey var, şirinliyi var axı. Dadan adam, onun üçün heç nə ondan üstün olmur deyə fırlanıb, qayıdır, 50 yaşında, qayıdır amma. Qayıdır qardaşım. Amma o dadmayan adam, onu qaytaran şey var, o yoxdur axı, dadmayıb o adam. Sənsən qardaşım, deyirsən ki, subhanallah, çəkirəm, içirəm falan, amma yox, bir ayağın oradadır sənin. Bu həmişə elə olur, həmişə elədir. Bu Allahın rəhmətidir elə bil. Allahın lütfüdür, fəzilətidir müsəlmana, daddırandan sonra. Amma o gəlib gedənlər ki var, qardaşım, sən nə dadmısan, nə görmüsən, hara üçün darıxırsan, bir ayağın, axı sənin ayağın necə orada olmayıb axı. Hə, falan kəs əxidir deyir. Belə yox yəni, elə yox, elə yox, əxi oldu, elə yox. Elə yox, dad lazımdır, girməlidir iman. Ona görə bəzi insanlar var ki, mən hər dəfə deyirəm, onları adi şübhə azdırır. Elementar, xırda şübhə yoxdur. Məsələn, girdi, əlini aldı telefon, girir, nəsə kimsə danışır orada, düşdü şübhə, hazırdır. Bilirsən niyə? Bu köklü gəlməyib dinə. Bu elə söz var, havadan gəlib yəni. O elə yol üstü idi, gəldi. Qardaş, sən Allaha belə iman gətirməmisən, belə şeylərdən də hazır çıxasan. Sən necə gətirmirsən ki, iman Allaha? Qardaş, sən Allahı tanıyırsan, öyrənmirsən, xəbərdarsan, sifətlərinin adlarını, oxumu, yəqin, girib sənə iman. Mən iman gətirmişəm axirətdə. Bu adam getmir, qardaş. O belə gəlməyib axı, hava ilə açsın, getsin. O belə getmir o. Yəni, sənin Allaha iman gətirməyin cahilliklə belə baxdıb gətirdin, bu deyil də səndə. Qardaş, biz Allaha iman gətirmişik. Mən elə belə iman gətirməmişəm ki, mən belə də çıxım yəni, azım yəni. Ona görə sən fəxr eləməlisən. Allah Taala sənə verib, yəni sən hər şeyinə tərpənmirsən sən. Vallahi belə insanlar var, 100 dənə şübhə gəlsin, deyir ki, cavabı var, mən sadəcə bilmirəm. Niyə? Əkili var da hazırdır. Tərpətmir onu. Adam var deyir, yox, soruşacağım. Sonra cavab tapır, çıxır İslamdan. Belə şey var, qardaş. Və sən necə gətirmişdin iman? Mən bunu kimdənsə eşitməmişəm. Kimsə mənə danışmayıb. Deyim ki, ola bilər. Ola bilər də səhvdir, yalan xəbərdir, gəlib çatıb. Vallahi özümə deyiblər. Nəyi? Bir nəfər danışıram. Deyir ki, mən mürtət oldum, çıxdım İslamdan. Detallarına getmirəm, kimdir filan. Çıxıb, cahil həyat yaşayır. İndi xristianlığa girmək istəyirəm, deyir filan zət. Əl-mühim İslamda deyil. Səbəb bilirsin nə olub? Səbəbi soruşursan axı istər-istəməz. Məsələn, qadınla kişi ayrılıb, səbəbi soruşursan, qardaş, niyə ayrıldınız? Yaşayırdınız da, yox. Çıxdın, niyə çıxdın, o sonra 15 il
neçə il, 10 ildən çoxdur İslamdadır. Deyir ki, mənə bir də istəyim var idi. Ta uşaqlıqdan, özümü tanıyandan da. Mən Allaha həmişə dua edirdim, səcdələrdə, əlimi açıram dua. Qardaş, bu qəbul olmur. Yoxdur. Allah yoxdur. Olsaydı, qardaş bir dəfə eşidərdi də deyir. Hə, indi deyir ki, bu şeydə axı, şübhədir bu, bu şeytandır yəni. Ondan sonra sabah da qardaş çıxar deyər ki, vallahi mən əlimi açsın bir dəfə dua elədim, qəbul etdi. Hə, var onda. Az dua etmişik, az dua edib müsəlmanlar, bizim özümüzdə, bax burada oturan qardaşlardan az dua etmişik, Allah qəbul edib. Hətta bəzilərimizdə olub, dərhal qəbul edib Allah. Onda mən də deyim Allah, yəni Allahın var olması demək istəyirəm ki, duanın qəbul olub, olmaması ilə əlaqəsi yoxdur, qardaş. Sən deyən Allah var, niyə qəbul edib, onu soruş. Amma yoxdur, yox. Həqiqət görə niyə qəbul etmədi ki? Amma sən ne deyirsən ki, yoxdur. Hə? Bax, misal üçün, elementar misal deyim də sənə. Divardır. O tərəfində adam var. Deyirəm, qardaşım, oradan çay gətir bura. Vermir. Gətirmir. Deyirəm, orada heç kim yoxdur. Orada heç kim yoxdur sözü uyğundur. Yoxsa görəsən niyə vermir? Görürsən niyə vermir? Amma sən deyirmirsən ki, orada heç kim yoxdur. Var orada. Deyirəm, o çağıraq, görək ki, niyə vermirsən, səhərdən çağırıram səni. Deyəcək, xoşum gəlmir səndən, misal üçün də. İstəmir. Hətta budur da, yəni bu, yəni yoxdur, meyarı deyil də, yəni yox axı. Duanın qəbul olub olmaması, Allahı var olub olmaması bununla əlaqəli deyil yəni. Gəlin sən mənə soruşardın, deyirək, qardaş, vallahi 20 ildir bir dua edirəm Allaha. Nədir səbəb Allah da eşitmir? Hə, bu başqa şeydir. Mən də deyim sənə səbəbini. Allah subhanahu wa ta'ala hikmət sahibidir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, dua 3 cür qəbul olur. 3 cürdür. 4-cü yoxdur. Ya bu dünyada istədiyi verir. Həmin o istəyir. İndi ikisi də var, qardaş, sənə indi bu verilməyib, neyniyəsən? Ya onun mislində hansısa bir müsibəti qaldırır səndən, xəbərin yoxdur sən, qalxıb səndən, o dualar qəbul olub səndə. Ya da saxlayıb axirətə. İndi Allah Taala bu cür nəvəd verib qəbul eləyəcəm. Sən nə düşmüsən şəkkə? Şeytandır yəni. Aydın o tutdun söhbət axı. Bu çox önəmlidir. Yaxud biri misal üçün gəlib sənə deyər ki, bu da olub. Sosial şəbəkədə birinə yazışıram. Deyir ki, o Fələstində uşaqlar yoxdur, qırılır. Allah olsaydı lan ahı tutardı, cavab, fikir ver. Hazırdır, çıxıb. Həqiqətdə çıxmaq bu qədər asandır, yəni. Demək istəyirəm ki, belə girən bu cürdə çıxır, qardaş. Sən iman gətirmirsən Allaha, sən elə-belə gəlməmisən ki, sən rahatlıqla çıxarsan sən. Biz nəyi, biz elə dinimizi çöldən tapmısan, qardaş. Yəni, hər sözə, hər şübhəyə düşə, indi şübhə zamanıdır. Şəhvət yox. Şəhvət də zamanıdır. Şəhvətdən çox şübhə zamanıdır indi. Vallahi, axı. Nə qədər insanlar bilirsiniz, filan kəs ateist olub. Uşaq var, gəlir, deyir ki, bəs Rəşad müəllim, sinifimizdə hamısı ateistdir. Mən də axara düşüb deyib, mən də ateistim. Amma müsəlman da bilmir, axara düşüb, elə deyib, hə, ateist, bilmir nədir ateist. Belədir hamısı. Bilmir ki, bu sahibi deyir, yoxdur Allah filan. Eşidəndə şoka düşüyor, deyir, yox, mən elə deyiləm, deyir. Yəni, axara düşürlər insanlar. Bu zamanda yaşayırıq. İndi şeytanın vədinə bax, sağdan, soldan, və lə təcidu əktərəhum şəkirin, qaydaq mövzuya. İndi Allah subhanahu wa ta'ala Quranda, yorulmadı zələm? Quranda ayələrin birində deyir ki, İnnə ibadi leysə ləkə aleyhim sultan. Mənim qullarımın üzərində sənin heç bir hökmranlığı yoxdur. İblisə, həmin iblis ki var, dedi, azdıracam. Yox, hökmranlığın yoxdur. Burada sual çıxır. Allah subhanahu wa ta'ala qulları deyəndə, təbii ki, bütün qulları demir də, çünki hökmranlığı etdiyi qullar var axı. Başa düşdün axı? Deməli, orada bir istisna var da. Xüsusi bəndələrdən gedir, qullardan gedir söhbət ki, o bəndələrə, o qullarına iblisin hökmranlığı yoxdur, yəni xodu yoxdur, yəni. İndi burada ikinci sual çıxır. Bu istisnaya necə daxil olun? Həmən onlardanım, yoxsa? Çünki biz baxanda görürük ki, azdırdığı insanlar var, Allah da deyir, yoxdur. Deməli, orada qulları deyəndə innə ibadi özünə izafət edib, mənim qullarım xüsusi qullarımın üzərində hökmranlığın yoxdur. Alimlər bəhs ediblər, İmam İbn Qayyim rahimehullah bir çox kitablarını bəhs edib. Kimdir?
Yəni bu istisnaya necə girim? Sultanlığı yox. Deyir ki, İbn Qayyim Rahimehullah deyir ki, bir qəlb ki, qulluqla dolub, ubudiyyə və ixlas aşıb daşır orada, qaynayır. İxlas, yəni bir qəlbə ki, ixlas daxil olub, şeytanın o qəlbə hökmranlığı yoxdur. Ləuğviyənnəhum əcməin, hamısını azdıracam deyib, illə, istisnaya var, istisna hansıdır? İbadəkə əl-muxlasin. İxlaslı olan qullarına savayı. Şeytan deyir, azdıracam hamısını, əcməin, illə, istisnadır, yalnız, ibadəkə, o qulların ki, əl-muxlasin. Yusuf əleyhissalam haqqında biz yayındırdıq onu. İnnehu min ibadina əl-muxlasin. Çünki bizim, deyirik biz ondan fuhuş əməli falan yan keçirtdi, yəni toxunmadı ona. Çünki bizim ixlaslı qullarımızdan idi deyir Yusuf əleyhissalam. O qadın azdıranda. Əl-muhim, ixlas. İndi burada söhbət çıxır, qardaş, yəni böyük bir şeydir. İxlaslı olmalısan ki, istisnaya girəsən. İndi ixlasın ən qısa tərifi nədir? Qısa, yəni istənilən adam başa düşə bilər. İstənilən adam dərk edə bilər. İstənilən adamın oturur onun üçün. Əzbərləyin. İnsan bütün əməllərində Allahı qəsd etməsi. İxlasdır. İnsan bütün əməlləri yoxdur, salih əməllər yoxdur, ibadət. Allahı qəsd edirsə muxlisdir. Etmirsə, münafiqdir. Riyada riya. Riya, şirk, müşrikdir. Dərəcəsinə uyğunda. Deyəcəm indi. Bütün əməlləri, indi burada bir sual çıxır. Bax, insan bütün əməllərində qəsdi Allahdırsa muxlisdir. İndi burada sual çıxır. Əşəqqadır, vallahi, onlar bir damca ayırın pay başqasına. Burada muxlis olmaq üçün bütün 100% Allah olmalıdır. Bir damcı pay ayırdın, qəbul etmir Allah. İstəmir Allah. Allah istəyir ki, Zavid, Allah istəyir ki, o əməl var, hamısı mənim üçün olsun. Pay ayırmayasan. Ayırdın, hədislərin, əsərlərin birində keçir ki, İmam İbn Qayyim Rahimehullah Mədəris Salikində deyir ki, Allah Teala qiyamət günü deyəcək ki, o insanlar, o ayırdığın var idi kimsə, ona da ayırmışdın axı. Gəl savabı ondan isə, bizim yanımızda sən heç nə yoxdur. Cüzi ayırıb, cüzi ayırıb. Çünki Allah Subhanahu wa Taala əhlidir ki, bütün əməllər onun üçün edilsin. Haqq edib etməyib, haqq edib vallahi, haqq edib tək edilsin. Haqq edib ki, tək təvəkkül olunsun, haqq edib ki, tək etimad olunsun, haqq edib ki, tək qorxulsun, haqq edib ki, tək səcdə edilsin, haqq edib, hamısına haqq edib ki, mədh edilsin tək, yalnız o. Cüzi istəmir əxi. Mən deyir, şərikə ehtiyacı olmayanım deyir. Yoxdur şərikə əxi. Şəriki adətən necə olur? Şərikinə, qardaşı bunu ayırmışsansa şərikə də ayır, onun şərikidir. Yoxdur şəriki. Yoxdur deyə, görə istəyir ki, xalis olsun. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُ اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ Onlara əmr olundu ki, dini yalnız xalis, cüzi, müşrik, riya, münafiq. Qəbul olmur, Allah Subhanahu wa Taala qəbul etmir. İndi burada sual çıxır. Rəşad qardaş, belə ümumiyyətlə nədir əlamət? Bilim yoxsa yox? Ən böyük əlamət, ən böyük ixlaslı insanın ən böyük əlaməti onun üçün xəlvətdə edilən əməl, aşkarda edilən əməldən daha sevimli olmalıdır. Başa düşüldü bu? Sən üçün daha yaxşı, sən üçün əla, sevirsən də, sən üçün daha istəklisən, qardaşım, aşkardansa xəlvətdə edim, hər şeyi. Söhbət Ramazan orucundan gedmir, söhbət həcdən gedmir, söhbət cümə namazından gedmir, söhbət nafilə ibadətlərindən gedir. Sənin üçün daha sevimlidir ki, görməsin heç kim. Qardaş, indi bu tərif nə, bu əlamət nə? Tapmaq olmur ixlaslı adam. Tapmaq olmur. Adam var, ümumiyyətlə, indi çox pis vaxtı. Namazını, duasını, sədəqəsini, orucunu açmamış tuta edə bilmir yəni. Mən bunu sosial şəbəkə qoymayacamsa,
Tutmur, qılmır, vermir, heç eləmir. Qardaş, var elə adamlar. İndi bu il elədir, gələr il başqa cür olacaq yəni. Gözləmədiyin insanlarda olacaq yəni. Çünki bu cür insan zay olur yəni. İnsan qıldığı namazı necə çəksin ki? Yox, biraz belə ki, qorxuludur da. Verdiyi sədəqəni də çəksin ki, bu da qorxuludur. Şeytan qorxulu yox, şeytan yaxşı bir mənzərəyə salıb. Başqa-başqa adlarla özlərinə şeylər uydurublar. Bu aşkarda ayı tapıblar filan bu kimi şeylər. Azıblar. Əl-mühim, xəlvətdə verilən əməl sənin üçün aşkarda verilən əməldən daha sevimli olsun. İkinci, nəyi? Əlaməti. Məkanından, zamanından, halından asılı olmayaraq əməl etməyin. Bunun əksi nədir? Adam var, məkana uyğun əməl edir. Vallahi. Zamana uyğun əməl edir. Yoxdur, Ramazandır. Məkan, Məkkədə. Hal, zamanından, məkanından, halından asılı olmayaraq əməl edən insan müxlisdir. Mənə dəxli yoxdur hansı aydır. Mən tuturamsa tuturam mən. Misal üçün. Verirəmsə verirəm mən. Mənə dəxli yoxdur filan kəs yan. Qardaşım, halın dəxli yoxdur sənə. Üçüncü əlamət. Deyiblər ki, haqqı havana uyğun olmasa da qəbul etmək. İnsan havasına uyğun olmayan da yeyə bilmir ona, qardaşım. Qəbul hə deyə bilmir ona. Çətindir. Müxlis. İxlaslı adam hə. Deyir, hə deyir ona. Sıxılır, amma hə deyir. İxlaslıdır qardaşım. Ziddir hava ilə. Dartış, o lazımdır qardaş. Hə deyir. Hə dedim buna sonra. Havaya zidd ola hə demək haqqa. Hə? Budur. Ona görə bu əlamətlər, bax, misal üçün riyanın əlaməti hansıdır? İxlasın əksinin dıd deyirlər də buna. Ən böyük əlaməti biz hansıdır axı? Tərifi sevir. Mədə. Ölür tərif üçün. Əgər moment axtarır, hal axtarır, kimsə bunu tərifləsin. Belə ixlaslı adam olmur, qardaş. Olmur. Ona görə alimlərdən biri deyir ki, kim desə ki, ixlaslıdır, o münafiqdir. Tərif yoxsa yox? Münafiqdir. Deyir, ixlaslı kəs heç vaxt bilə bilmir ixlaslıdır, hardasa. Qorxur axı. Ona görə deyib, əlamətlərindən biri odur ki, salih əməlləri edir, hamısı var, qəbul olunmamasından qorxur. Abi, ixlaslıdır qardaşım. Yəni, arxayın gəzmir, rahatam. Getdim, gəldim, yox, qorxur. Varsa, ixlaslısan. Yoxdursa, problem içindəsən, vallah. Problem içindəsən, ciddi özdə. O Allah subhanahu wa ta'ala xəbər verib, onlar yerinə yetirilməli olan əməlləri yerinə yetirir, amma qəlblərində qorxu var. Ayşə radiyallahu anhə soruşuraq bu ayə nazil olanda, deyir, ya Rasulallah, o içki içənlərdir, o oğurluq edən. Deyir, yox, ey Sıddıqın qızı, namaz qılıb, oruç tutur, əməllərinin qəbul olmamasından qorxanlardır. Deməli, bu yaxşı şeydir, yəni. Bir də əksi qorxmur, rahatdır, gəzir. Ona görə əlamətlə bilmək olur. Əksinlə də bilmək olur səndə hansıdır. Əl-mühim, xülasə odur ki, sənin xəlvətin aşkarın, qardaşım, biraz fərqlənməlidir yəni. Ya da eyni, heç olmasa eyni saxla. Eyni saxlamadınsa, bu ixlas deyil axı. Bu, riyaya daha yaxındır, münafiqliyə daha yaxındır. Eynidirsə, minimum eyni olmalıdır. Xəlvətinlə aşkarın. Əslində düzdür, xəlvətin daha çox olmalıdır bu. Amma heç olmasa eyni olsun da. Heç olmasa eyni olsun. O zaman o ayəyə girir. Bəli. Ona görə, bax bu, indi ümumi nəsiyyət idi. İlk növbədə özümə, sonra bütün qardaşlarıma. Hər bir halda belə hesab edirəm ki, faydalı olar. Allah subhanahu wa ta'ala sabit eləsin hamımızı. Hər başqa şükür zikirlərimiz var. Zikir yoxsa şükür? Bir var şəhər axşam zikirlərinin içində var. Yox, namazdan sonra subhanallah, elhamdülillah. Təsbihatlar. Təsbihatlar. Aha. Başqa hadisələrə şükür etmək, halına şükür etmək. O yaxşı sualdır. Hə, qulaq asın soram. İmam İbn Qeym rahimehullah sual eşitdiniz? Eşitmədiniz amma eybi yox. Yox. İmam İbn Qeym rahimehullah deyir ki, Əş-şükru məbniyyun
alə xamsi qavaid. Mədəricidə deyir. Şükür bina olub 5 qaydanın üzərində. Sütun. Bunun üzərində dayanır şükür. Biri olmasa, elə bir 5 əsasdır, şükür orada dayanır. Biri olmasa düşür də elə bir, yıxılır. Birincisi, bu şükür edən insanın şükür edənə qarşı müti, zəlil, xuşulu olması. Sənin Allahın qarşısında zəlil olmağın şükür, ona şükür etməyindir. Bir, hubbuhu ləhu, sevməsi. Allahı sevmək, nemətlərinə görə sevilirsə, sən şükür edirsən ona. Yox. 3. Neməti etiraf etməsi ondandır. 3. O əsasdır, sütundur. Bunun üstündə dayanır yəni. Allah uzaq eləsin. Etiraf etməsən, naşükürsən sən. 4. Səna etməsi ona görə. Qarda təriflə Allahı. Verib, etiraf eləmədin. Adamlar etiraf eləyib, dili gəlmir, həmd eləsin. Naşükürdür. Yox. 5-ci də, o nemət yoxdur, onu xoşlamadığı şeyə sərf etməməsi. Onda sən şükür edən bəndəsən deyir. Bu 5-ci başa düşüldü. Verib, onun xoşlamadığı şeylərə istifadə etməyəsən. Şükürünü verirsən onda. Ona görə insan necə bilə bilər? Mən qardaş etiraf edirəm neməti, səna edirəm, sevirəm, o şükür edən sayılmağım üçün neməti verən Allaha zəliləm, möhtacam. Bunlar, bu 5 əsas çox önəmlidir yəni. Elhamdülillah deməklə. Yoxsa? O hansına daxildir? Sənaya. O dediyi, 4-cü səhv eləmərəmsə. O elhamdülillah demək sənadır. Amma etiraf hansıydı üçüncüsü? Qardaşım, nə varsa hamısı Allahdandır məndə. Adam da biraz belə etiraf elə bilmir axı. O nə olub? Niyə etiraf elə bilmir? Bu bədbəxt 20 il işləyir, elə bil öz gücüdür. Elə bilir ki, bunun bacarığıdır. Dili... Ümumiyyətlə, belə insanlar var ki, onlar nemət yoxdur, o yaxşı olan şeylər də, onu kimlənsə bölüşdürmək istəmir. Elə, belə bir təəssürat yaradır ki, insanlarda, hamısı mənə zəhmətimdir, əziyyətimdir. Kimsə eləməyib. Belə insan var, fitri olaraq elə bil ki, belə canı çıxır. Görmüsən, canı çıxır desin ki, təşəkkür eləmək lazımdır. Kimsə verməyib, mən elə özümdən də elə, zəhmətim. İndi bu insanlar, belə insanlar, bunu çevirib bir dənə Allaha. Nə deməkdir bu? Yəni, sən Allaha təşəkkür etmək istəmirsən, yəni. Dili gəlmir desin ki, nə var həyatımda, hamısı Allahındır. Hamısı verən Allah. Dili gəlmir, miskin, bədbəxt yəni. Nə olacaq ki? Onundur da hamısı. Sən istədin, istəmədin onundur. Sən məcbursan əyləsən buna. Dedin, demədin onsuz da onundur. Sən əksini demiş olsan var, yalancısan onundur onsuz da. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizin üzərinizdə elə bir nemət yoxdur ki, Allahdan olmasın. Nə deyirsən ki, kimə qarşı təkəbbürlü olmaq istəyirsən ki? Bəzi insanların qəlbində kibir var. Kibirindən çox sağ ol deyə bilmir. İnsana o ki, qaldı təşəkkür etsin Allaha. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən lə yəşkurin nəs, lə yəşkurullah. İnsanlara təşəkkür etməyən Allaha təşəkkür edə bilməz. Qardaş, çox sağ ol denə ona. Ki, Allaha təşəkkür etmiş sayılasan. Hədis. Kim ki, nemətin gəlməsinə səbəb olub sənə, həmin o insandan gedir söhbət. Etməsən sayılmırsan. Ona görə şeytan gəlir hərdən ki, o neməti ya başqasına nisbət elətdirsin. Qarun necə dedi? O həlak oldu. Məndən olan elmə görə bunlar hamısı Allah subhanahu wa ta'ala həlak elədi. Alt üst elədi. Bütün çevirdi hamısını, mülkü, varını. Yəni, biri var insan inkar başqasına nisbət eləyir. Yox. Bir də var ki, yox, deyir Allah. Dili gəlmir desin. Qardaş, denən də qardaş. Denən, elhamdülillah, Allaha həmd olsun bütün nemətlərinə görə.
Və burada bir şey var. Allah tərif yoxdur. Səna, həmd, sevir. Peyğəmbər sallallahu aleyhi və səlləm bilir ki, Allahdan çox sənanı, tərifi, həmdi sevən yoxdur. Niyə? Sual. Əhlidir. Layiqdir. O görürsə, qardaşım, insanlarda Allahın misalı daha ucadır. Mən də sevirəm tərifi. Sən də sevirsən. Bütün insanlar, elə bir insan yoxdur, tərifi sevməsin. Amma, qardaşım, mən haqsız yerə də sevirəm də. Əgər layiq deyiləm, əgər sən təriflənəndə sən ləzzət eləyirsən, hə? Belə tanıyın. Tərifi hamı sevir. Ha, mən qardaş, layiq deyiləm ona. Qardaş, Allah layiqdir tərifə. Niyə? Niyə? Qardaş, mülk yoxdur, xəzinə əlindədir. Güc yoxdur, kamil gücə sahibdir. Aləm yoxdur, aləmdə izin olmasa heç nə olmur. Yox, izin olmasa heç nə olmur. O verir izni, sonra mı olur? Sən istəyə bilmirsən, Allah Taala istəməzsə. Haqq edib, təriflənsin. Haqq edib, vallahi axı. Ona görə deyir ki, Allah subhanahu wa ta'ala sizdən ən çox tərifi sevən Allahdır. Qadı denən də təriflədir Allahı. Əhlidir. Elhamdülillahi Rabbil aləmin. Ona görə cənnət əhli cənnətə girəndən sonra nə deyəcəklər? Nə deyəcəklər? Maraqlı da, Elhamdülillahillezî hədânə lihədə və mə kunnə linehtediyə ləulə ən hədənallah. Allaha həmd bizi hidayət etdi. O olmasaydı biz, yəni həmd edəcəklər, tərifləyəcəklər, səna edəcəklər. Və qardaşım, bax, nəyə sahib olmamısan həyatda? Deyək ki də, sən səbəb ol. Nəyə sahib olmamısan? Yiyələnməmisən, çıxmamısan, atsan, şöhrət, mülk filan. Onu insan nəylə edir? Ağılla, qüdrətlə, iradə ilə. Yox, 3 dənə şeydir. Bu 3 dənə şey nəticəsində yiyələndin də, yox. Nəyə yiyələnmisənsə. O 3 dənə şeyi verən kimdir sənə? Allah. Deməli, nəticədə sən demə, hamısı Allahın deyildi. Yəni o öyrətməsəydi, o qüdrət, qardaşım, gücün olmasaydı, hə, iradə, robot elə bilməzdin axı sən də o idarə eləsəydisə, verib iradə, bir şey ki, sən 3 dənə verdiyi şeylə eləmirsən, necə deyə bilərsən ki, sənindir? Başlar, qardaşım, ona görə əhlidir Allah. Nəyə nail olmuşsan? Nəyə nail olmuşsan? Hamısı Allahdandır. Hamısı Allah subhanahu wa ta'ala insana verdiyi nemətdir. Ən böyüyü də hidayətdir. Sən heç nə deməmisən. O verib. O qoyub sənin qəlbinə. Sən də istəmirsən.